Belə bir sual paylaşmışdıq. Hansı variantda neçə cür yazıldığını dəqiq müəyyən etmək üçün kontekstə ehtiyacı olan söz işlənmişdir. Yəni, o şəkilçinin yazılışına görə, yəni bir cür, iki cür, dörd cür yazılışına görə müxtəlif cür düşünmək olar. Kontekstə ehtiyac var ki, biz onu dəqiqləşdirək. Buradakı nümunə kifayət edəmir. Qeyd edeyim ki, müəllifi olduğumuz suallardan biridir və bizim suallarımız sınaq paketlərində yer alıb. Sınaq paketlərimiz Azərbaycan dili imtahanı olan hər yerə hazırlaşan tələbələr, şagirdlər, müəllimlər üçün keçərlidir. Yəni, MİQ və sertifikasiya imtahanlarına hazırlaşan filoloqlar, 3-cü blok imtahanına hazırlaşan abituriyentlər, MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri və s. Həmin sınaq paketləri üçün və yaxud da onlayn dərslərimiz üçün əlaqə və qeydiyyatdan ötürü 051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi isə baxaq variantlara. A variantı. Azərbaycan tarixini sevirəm. Burada iki cür düşünülməsi bir şey yoxdur. B variantı. Tibbi maskadan istifadə etdik. Tibbi sözünü iki cür düşünmək olar. Yəni, tibbi bitirib, məsələn, təhsillik hal şəkilçisi və yaxud da məsuliyyət şəkilçisi kimi düşünmək olar. Bir də leksik şəkilçisi kimi düşünmək olar. Amma bu cümlədə bu yalnız bir cür düşünülə bilər. Deyə bilməzsiniz ki, bəlkə bu qrammatik şəkilçidir. Xeyr, burada yalnız leksik şəkilçi kimi düşünülə bilər. C variantı. Şərti işarələrdən ibarət idi. Düzgün cavab C variantında idi, amma seçilməsinə görə 3-cü yerdə idi bu variant. Deməli, baxın, məsələnin şərti işarələrdən ibarət idi. Bu necə ola bilər? Məsələn, məntiqdə və yaxud da başqa ixtisaslarda, fənlərdə bir də görürsünüz, sual elə olur ki, şərtdə də simvollar olur, variantda da simvollar olur. Sən baxırsan ki, orada hansısa qanunluq var, deməli, bu necə davam etdirilməlidir. Çalışmanın şərti işarələrdən ibarət idi. Bir də nəsə bir şey, bizə verilən sənəd, şərti işarələrdən ibarət idi. Leksik. Və burada iki cürdə düşünmək olar. Ona görə də daha geniş kontekstə ehtiyac var ki, yəni bu hansı mətndəndir görəsən. Bunun əvvəlini, axırını oxuyasaq, görərik ki, buradakı i neçə variantdadır. Düzgün cavabı bilsək də, o birisi variantlara da baxmalıyıq. Çünki D-ni də seçənlər çox idi. Bilirsiniz ki, rəsmi sözünü iki cür düşünmək olar. Bir, mən rəsmi sənə verdim. Yəni, rəsmi şəxslərə təqdim etdik, yəni şəkili. Bir də nə isə rəsmi şəxslərə təqdim etdik. Amma bir məsələ var ki, rəsmi sözü, rəsmi şəxs sadədir və tərkibində qrammatik şəkilçilər yoxdur. Yəni, o rəsmi sözündən düzəlmir. Qrammatik və leksik şəkilçi yoxdur tərkibində. Rəsmi şəxslərə ya belə olacaq, ya da ki, belə olacaq. Rəsmi şəxslərə. Demək, burada əgər şəkilçi varsa, 4 variantlıdır, yoxdursa yoxdur. Daha deyə bilməzsiniz ki, buradakı şəkilçini biz iki cür düşünə bilərik yazılma variantına görə. Deməli, D variantına getdi, gəldik E variantına. Kitabını oxuyuram. Ən çox seçilən cavab bu idi. D ilə E-ni daha çox seçmişlər, A ilə B problemsiz idi. Burada iki cür düşünmə məqamı var. Sənin kitabın I oxuyuram. Bir də onun kitabı I. Arada da bitişirsən. Amma bizdən soruşulan bu deyil. Bizdən soruşulan budur ki, yazılış variantına görə, yəni 1, 2, 4 olmasına görə iki cür düşünürlər. Burada hər bir halda iki dənə 4 variantlı şəkilçi var. Yəni, kontekst olmasa da bilirəm bunu. Amma bitişici var, yoxdur, birinci şəkilçi neçə hərflidir, bunlar dəqiq bilinmir. Deməli, düzgün cavab olacaq C variantı. Diqqətlə işləyib, əslində hamısı tapılası suallardır. Yəni, burada elə sual yoxdur ki, deyəsiniz ki, mən heç bunu tapa bilməzdim. Sadəcə, biliklə yanaşı, diqqət də mühüm rol oynayır. Diqqətli olmaq lazımdır sualları cavablandırarkən.